heç də yemək porsiyası deyil, Əlbəttə. bildiyimiz kimi. Çünki Bu ən maraqlı hissədir. Bəli, İki ümumiyyətlə və insan eyni porsiyanı yeyir gözümüzün qabağında. Biri kökələ-kökələ gedir, biri heç kökəlmir. əslində dərin bir prosesdir və buna bir tərəfli yanaşmaq da düzgün deyil. Amma fərqli faktorlar da var. Fizioloji faktorlar var dediyimiz kimi, hormonal faktorumuz var. Qaraciyərin işləmə funksiyası necədir? O da çox böyük bir təsir göstərir. Ona görə tandemdə, yəni ikimiz bir yerdə biz uzun müddətli və daha sağlam bir şəkildə gözəl bir nəticəyə, gözəl bədənə, sağlam bədənə gəlməsinə kömək edə bilərik də. Məqsədimiz arıq qalmaq deyil, sağlam olmaqdır əslində. Və sağlamlıq tək fizioloji deyil, psixiki sağlamlıq da çox önəmlidir. Çünki bizim psixiki intellektimiz var, fiziki intellektimiz var. Amma insanlar çox vaxt ancaq misal üçün ya zehni intellektə fikir verirlər, fərqli bir şeylərdə inkişaf etmək istəyirlər, amma iki əsas intellektə heç fikir vermirlər.